İqtisadçı Xalid Kərimli. Ölkədə ət qiymətlərində bahalaşma müşahidə olunur. Bunun müxtəlif əsaslı səbəbləri mövcuddur. Xüsusən də ölkədə saxlanılan heyvanların sayının müxtəlif səbəblərdən azalması bazara çıxarılan təklifin həcmini azaldır. Eyni zamanda da bazarda fərdi ev təsərrüfatlarının, kiçik fermerlərin sayının azalması, fərdi ev təsərrüfatlarının getdikcə daha az şəkildə obyektiv səbəblərdən bu sahə ilə məşğul ola bilməməsi saxlanılan heyvanlarda 1 kilo ətin mayə dəyərini artırır. Bu da sonradan bazarda qiymətlərin artımına təsir göstərir. Təbii ki, xəstəliklər, idxaldakı dəyişikliklər də qiymət dəyişimlərinə ciddi təsir göstərir. Aktanın, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin dünyanın müxtəlif regionlarında xəstəliklə əlaqədar ölkəyə idxalın məhdudlaşdırılması qərarı qiymətlərə təsir edəcək səviyyədə deyil. Çünki qərarın mətninə baxsaq görərik ki, bir sıra ölkələrdən ümumiyyətlə Aktanın qara siyahısına və qəti qara siyahısına sayılmış bir sıra bölgələrdən ümumiyyətlə ölkəyə ət idxalı yoxdur. Digər ölkələrdə isə, ət idxalı olan ölkələrdə isə hansısa konkret olaraq ştatın və yaxud da regionun, ərazinin məhdudlaşdırılmasından söhbət gedir. Həmin ölkədən ümumi idxalın məhdudlaşdırılmasından söhbət getmir. Bu baxımdan tətbiq edilən məhdudiyyət ölkədə ət qiymətlərinə təsir edəcək təsir gücünə malik deyil. Amma ümumiyyətlə ət bazarında qiymət artırıcı faktorlar daha ciddidir. Ölkəmizin özündə də müşahidə olunan dabaq xəstəliyi fermerlər üçün ciddi sınağa çevrilib. Onların ciddi itkiyə gətirməsinə səbəb olub. Həm ətçilikdə, həm südçülükdə hasilat ciddi şəkildə azalıb. Qeyd olunan məsələlər Aktanın qərarından yox, daxili faktorlardan ortaya çıxan qiymət artımının bazarda yaxın gələcəkdə də qiymətlərə artırıcı təsir edə biləcəyinə dair proqnoz verməyə imkan verir.